Salam dəyərli izləyicilər, 27 sentyabr 2025-ci il bugün Vətən müharibəsinin başlamasından 5 il ötür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əskər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda anım günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin geniş miqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iri çaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks hücum əməliyyatı başlaması barədə qərar verildi. Sonradan Dəmir Yumruq adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilib. 2020-ci il noyabrın 20-sində Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları işğaldan azad edilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi. Müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-sində Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi. Stat: biz haqq yolundayıq, bizim işimiz haqq işidir, biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. 2020-ci il oktyabrın 4-dəki xalqa ikinci müraciətində Prezident İlham Əliyev düşmənə öz yerini göstərdi. İndi biz göstərdik kim kimdir. Biz xilaskar missiyamızı icra edirik və edəcəyik. Və dəyərli izləyicilər, nəhayət Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi. Düşmən diz çöktürüldü. Onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı. 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalandı. Həmin gün xalqa sadəcə 8-ci müraciətində İlham Əliyev milli şüara çevrilmiş Qarabağ Azərbaycandır və nida ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi. Stat: xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz vətənimizə, doğma Qarabağımıza qaydırıq, Qarabağımızın tacı olan Şuşaya qaydırıq və bu torpaqlarda əbədi yaşayacaq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz. Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. Azərbaycan xalqı və dövləti vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur. Onları daim xüsusi ehtiramla yad edir. Qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur. Allah şəhidlərimizə rəhmət eləsin. Bundan başqa, dəyərli izləyicilər, deməli, ötən ilin sentyabrın 19-da 3 tərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən geniş miqyaslı təxribatların qarşısının alınması
Ermənistan silahlı qüvvələrinin, birləşmələrinin tərk silah edilərək ərazimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa, quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə bölgədə 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və cəmi bir sutka davam edən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı separatçı rejim ağ bayraq qaldırdı. Azərbaycan Qarabağ məsələsini təkcə hərb yolu ilə deyil, həm də siyasi yolla həll etdi. Belə ki, 8 avqust 2025-ci ildə Azərbaycan prezidenti Amerika Birləşmiş Ştatlarının prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin mətnini paraflayıblar.